Bakı-Qəbələ magistral yolunun tam kənarında minimum 77 sot sənədləri tam qaydasında çıxarışı olan gözəl bir dənə torpaq təklifimiz var sizə, dəyərli izləyicilər. Qeyd etdiyimiz kimi magistral kənarıdır və Qafqasıra dağlarına açılan super möhtəşəm bir mənzərəsi var. Dəyərli izləyicilər, durduğum ərazi 77 sotundur, yaşayış məntəqə tikinti təyinatlıdır. Kirayə biznesi üçün afiremlər, villalar və yaxud da gəlib burada hansısa bir iaşə obyekti icazəsi ilə təbii ki, tikə bilərsiniz. Bu torpaq sahəsindən əlavə olaraq da arxa hissəsi çaydır. Belə deyim, arxa hissəsi 1-2 hektar ərazi var. Onun arxasından çay axır. İstəsəz o torpaqdan da əlavə edə bilərik. İndi oranı da keçib göstərəcəm sizə. İlk növbədə buranın qiymətini qeyd edin. Bir sotun qiyməti 15.000 manatdır. Yəni reallıq olsa gəlib danışıq olacaq inşallah. Kim də baxmaq istəsə gəlib göstərdikdən sonra birbaşa gəlib sahibi ilə əlaqələndirəcək, ondan maraqlanacaq. Bir də arxa hissəni də göstərəcəm, sonra videonu sonlandıracağım. Dəyərli izləyicilər, həmən qeyd etdiyim bu 1 hektar ərazidə bu durduğum ərazidir. Yəni qarşısında durmuşdum 77 sot idi, arxasında da 1 hektar. Bura amma biznes, yəni obyekt üçün yararlı təyinatı var. Çay hissənin bu çəpərlik çoxdur deyə qalın sıx ağaclarla bağlayıblar ətrafını. Çay indi az da olsa buradan görə bilərsiniz. Yəni buranı belə deyim, təmizləyib çayın tam qarşısını buradan aça bilərsiniz. Dəyərli izləyicilər, ətraflı məlumat üçün, bu ideal təklif üçün yenə bizimlə əlaqə saxlayırsınız inşallah. Sağ olun, salamatda qalın.